Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ölkədə ən böyük silahlı toqquşma baş verib. Hücum Latakiyada sabiq prezident Bəşər Əsədin tərəfdarlarının müvəqqəti hökumətin qüvvələrini pusquya salması ilə başlayıb. Keçid hökumətinin lideri Əhməd Əl-Şara keçmiş rejim havadarlarını silahı yerə qoymağa çağırıb. Biz viran qoyulmuş torpaqları bərpa etməyə çalışan xalqıq və qan tökmək məqsədimiz deyil. Siz namərd üsullarla vuruşduğunuz halda biz şərəf və ləyaqətlə döyüşən insanlarıq. Siz insanları qətlə yetirməklə, xəstəxanalara hücum etməklə və terror aktları törətməklə bütün Suriyalılara qarşı bağışlanmaz cinayətlər etdiniz. Bunun cavabı isə sizin dözə bilməyəcəyiniz qədər ağır olacaq. Ona görə də silahlarınızı yerə qoyun və təslim olun. Hələ gec deyil. Qiyamçılar özlərini sadiq adlandırırlar. Onlar əsasən Əsədin doğma şəhəri Qardahada məskunlaşıblar. Cəblə şəhəri artıq yeni hökumətin qüvvələrinin nəzarətinə keçib. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə qarşıdurmada 180-dən çox insan həlak olub. Yeni hökuməti dəstəkləyənlərsə Dəməşq və digər şəhərlərdə küçələrə axışıblar. Çox qarışıq vəziyyətdir. Hücum təşkil olunan yerlərə azsaylı qüvvələr nəzarət edirdi. Müvəqqəti hökuməti dəstəkləyənlər silaha sarılaraq ölkənin şimalına doğru getdilər. Onlar təhlükəsizliyi bərpa etmək naminə yolları bağlayıblar. Əsədin tərəfdarları intiqam almaq niyyətindədirlər. Bu, planlı şəkildə təşkil olunub. Eyni anda fərqli yerlərdə hücumun baş verməsi buna işarədir. Xarici nəşrlər yazır ki, toqquşmalarda ölənlərin əksəriyyəti Ələvilərdir. Bəşər Əsədin devrilməsindən sonra ölkədə əhali arasında bu xalqın nümayəndələri sıxışdırılmağa başlandı. Sözü gedən etnik azlıq Əsədin tərəfdarlarındandır. Sahil bölgəsi sabiq prezidentin havadarlarının mərkəzi və dəstək bölgəsi olaraq qalır. Həmçinin Ələvilər Bəşər Əsəd devrilənədək yüksək vəzifələrdə çalışıblar. Ekspertlər bildirirlər ki, hücumların təşkilində İranın da rolu ola bilər. Bu, İranın tekrar Esad'ı geri getirmekle ilgili Ahmet Şara'nın başarısız olduğunu dünyaya göstermekle ilgili yapmış olduğu bir operasyon. Suriye'de kaybetmiş olduğu mevzileri tekrar kazanabilmek, İsrail'e karşı Hamas'ı ayağa kaldırabilmek, Hizbullah'ı tekrar canlandırabilmek ve İran adına bölgede vesayet savaşı yürüten organların tekrar destekleyebilmek için devrim muhafızları son bir hamle gerçekleştiriyor. Müvəqqəti hökumət vəziyyəti nəzarət altına almaq üçün Latakiya və Tartusa əlavə qüvvələr göndərib. Ərazidə komendant saatı tətbiq edilib. Xarici nəşrlər yazır ki, yeni hökumət ölkənin cənubunda təhlükəsizliyi bərpa etməkdə çətinlik çəkir. Analitiklərin fikrincə toqquşmaların qarşısı alınmazsa eskalasiya